İki qat rafiyası olan maddə propen. Buradan nə alınırdı nəbi? Burada benzolun üstündə 3 karbon. Aha, 3 karbon. Bunda adı izopropil benzoldur. Digər adı da kumoldur. Yaxşı? Kumol. Sonra mən bu maddəni təzədən nəbi götürürəm bu kumolu, neyinirəm? Oksitləşdirirəm. Oksitləşdirmə demək sizə, yəni belə kvadratın içində O2 yazıram. Və bu zaman bunu 10-cu səfərdə demişdik. Aseton alınırdı. 3 Benzon üstü karbon. OH alınır. Aha. Bir de aseton alınır. Bəli, C6H5OH, yəni fenol alınır, bir də aseton alınır. Bəs yaxşı nədir? Fenol səncə bərk maye yoxsa qazdır? Bərk kristal maddədir. Rəngi var yoxsa yoxdur? Rəngsiz deyildir. İyilidir. Nihat, zəhərlidirmi yoxsa başqa nə Müəllim, bilirsən? zəhərlidir. Elə bil adamın əlinə töküləndə gec sağalacaq yaralar əmələ gətirir. Aha, Müəllim, tərkibində də elə bölgə bil rafiyası var. soyuqda suda gec həll olur, amma 70 dərəcədən 70 dərəcədə tez həll olunur. Aha. Hidrogen rafiyası var tərkibində. Müəllim, turşuluq xassəsinə aiddir. Qələvlərlə reaksiyaya girə bilir. Var Bundan mən hidrogen razıyam. Bəs tərkibində hidrogen rafiyası da varmı? Var. Yaxşı, tərkibində hidrogen rafiyası da var. Bəs yaxşı, nədir? Səncə fenolun turşuluğu çox olar, yoxsa etil spirtinin, C2H5OH-ın? Metil spirt olur da zəif turşu fenol. Yox, fenol düzdür. Məsələn, çox razıyam. Fenol çox zəif turşudur. Amma fenol öz aralığında denən Nihat suda... Müəllim, fenol indi keçdiklərimizin çoxsundan böyükdür, amma gələcəkdə keçəcəyimizdən kiçikdir. Müəllim, məsələn, suda 1 atomludan, 2 atomludan, yəni 3 atomludan böyükdür. 2 atomlu, 3 atomlu hardasa ortada yerləşir də. Çünki o spirti bu adı üstündə karbon turşu, turşuluq xassəsi var da bunlarda. Yaxşı. Amma gələcəkdə öyrənəcəyimiz bəzi turşular var. Deyəcək ki, fenol onlardan çox-çox zəifdir. Məsələn, ən zəif turşulardan biri H2CO3-dür. Hansı ki, o, bunun duzlarından, bax, natrium yazıram, duzlarından fenolu çıxarda bilir. C6H5OH alınır, nəbi və natrium HCO3 soda alınır. Yaxşı. İndi gör vaxtımıza var, yoxsa da Nihatın mı? Dərsimizin davamını keçək.